Salam aleyküm şeyx. Və aleyküm salam rəhmətullah. Bir çox insanlar ruzunu ancaq maddiyat bilirlər. Və əslində ruzu dinində nələr nəzərdə tutulur? Elhamdülillahi vəhdəhu salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bəd. Selamu aleyküm və rəhmətullah və bərəkatuhu. Aleyküm selam. Təbii ki, ruzu bir dənə maddiyyat deyil, həmçinin mənəvi cəhətdən də mənalar daşıyır. Mənəviyyatı da daşıyır. Ruzu çox sahələrdə daxildir. Ruzunun çox sahələrdə demək olar. Məsələn, Allah Subhanahu taala buyurur, o vaxt ki, deyir, Allah yolunda ölənlərə ölü deməyin. Allah Taala deyir ki, onlar Allah dərgahında ruzlanır. Ruzlanır, yəni orada o demək deyil, maddiyyət nəsə alır, yox. Yəni, bu ayə dəlildir ki, ruzu bir dənə maddiyyat deyil. Bəziləri başa düşür. Ruzu, məsələn, salih övlad, salih qadın, əməli salih olmaq, o da ruzudur Allah Taala tərəfindən. Ruzu maddiləşdirmək ancaq səhv fikirdir. Həmçinin də bilirsiniz, çalışmaq lazımdır ki, düzdür, ruzu qazanmaq maddiyyat da lazımdır. Maddiyyat da lazımdır. Kişinin özü üçün, ailəsi üçün, ətraf üçün lazımdır. Aydındır. Biz heç kəs demir ki, tərk eləyib, tərk-i dünya olaq. Amma elə eləmək lazımdır ki, ruzu hətta maddiyyat da fikirləşsən, qazansan belə, səni axirət məqsədlərindən uzaqlaşdırmasın, ibadətdən uzaqlaşdırmasın. Yəni, nə qədər insan var, hətta ibadət eləyirdi, elə ki, ruzusu artdı, ibadəti tərk elədi. Bu cür ruzu onun üçün bəla oldu. Ruzu aparır, ruzu qul oldu. Dinar, dirhəm qul oldu. Onsuz da sən, Allah sənə nə yazıb bax? Ana bətnində elə. Ondan artıq qazanmayacaqsan. Ondan da artıq qazanmayacaqsan. Amma bu o demək deyil də hərəkət eləmə. Hərəkət eləmək lazımdır. Amma görürsən, hərəkət eləyirsən, nəsə qazansan. Hərəkət eləyirsən, nəsə qazanmırsan. Deməli, sənin ruzunda, sənin qədərində yoxdur. Sənin nəsib deyil o. Ona görə üzülmə. Sən sadəcə çalış, sənə nəsibdir, onu düzgün istifadə elə, Allaha şükür elə və o səni dinindən uzaqlaşdırmasın, əqidəndən, ibadətindən. Bu cür olsun, əlhamdülillah, bu cür fikirlə, bu cür yanaşmana. Onun səsində yazılıb, ondan artıq qazanmayacaqsan. Düzdür, amma yenə deyirəm, bu demək deyil, heç nələmə otur. Çalışmalısan. Çalışmalısan, Allahdan istəməlisən, çünki hər şey onun əlindədir. Amma bir şərtlə, səni ibadətdə zəiflətməməlidir bu. İbadətdə. Çünki bunlar dünya məsələlərinə aiddir. Ahirətə olar. Əgər zəkatını, sədəqəsini versən, ahirətə aid olar. İbadətləri verəsən, maddi cəhətdən ibadətlər, o ibadətlər ki, maddi cəhətdən də ehtiyac var. Məsələn, zəkata və ya həccə məsələn eləsən, ruzudan faydalansan, ibadət tərəfindən. Amma Allah həmişə qorxu ki, yəni ehtiyatlı ol ki, ruzu sənə aparmasın batalığa. Yəni maddiyyat. Sənə aparmasın batalığa, ibadətdən uzaqlaşma. Uzaqlaşdın eşlə. Adam var, maddiyyatı dalınca düşüb, ibadət eləmir. Hətta deyəndə deyir ki, mən vaxtım yoxdur, necə çörək pulu qazanam. Belə fikirləşənlər çoxdur. Hətta sırav adamlar hərdən deyirsən, namaz məşğulmusan, deyir, vaxtım yoxdur, işləyirəm. Belə başa düşür ki, bütün sərdən aşağıca ibadət edəcək. İbadət müəyyən bir vaxtlardadır. Onsa sən o vaxtda özü çəkilirsən istəyəndə, çörəyi də yeyirsən, yeyirsən, harası ehtiyac öldürürsən, məsələn. Ona vaxt tapırıq. Yeməyi vaxt tapırıq. İbadətə gəldir, deyirsən, ibadət, mən işləyirəm, aləmin kim dolandırsın sonra. Böyle ki, din bunu saxlayıb belə, deyir, işləmə, başa düşməyib. Başa düşməyib, səhv başa düşməyib. İnşallah yavaş-yavaş düzələr. Allah bizə eşitli faydalardan etsin. Və selamu aleykum və rəhmətullah və bərəkatuhu.